Ancaq qızlar özləri, məsələn, yığışıblar, toyları eləyirlər və bu adət-ənənə də hal-hazırda məsələn ki, davam edir. Boradiya haqqında çox danışmaq olar. Boradiyanın özünün desəm ki, qayda qanunları var, bunu səhv etməmiş olaram. Boradiya özü 5 məhəlləyə bölünür. Hər məhəllənin özünün ağsaqqalları var. Bu ağsaqqallar bir yerə cəmləşib kəndin ağsaqqallığını təşkil edirlər. Kənddə çıxan hər hansı problemləri bunlar özləri həll edirlər. Xeyirxah işlərdə yaxından faal iştirak edirlər. Boradiyahda ən yaxşı adət-ənənələrdən biridir ki, əgər ətraf yerlərə baxsaq, Boradiyada ən az, heç bəlkə də olmayan boşanma Boradiyahdadır. Çünki ailələr arasında səmimiyyət, mehriban var. Onlar bir-birinə məsələn ki, yaxından köməklik göstərirlər. Ərlə arvad arasında böyük bir ünsiyyət var və valideynlər də bu ünsiyyəti həmişə qoruyub saxlayırlar. Ölümdür insanın axır baharı. Candan aziz saxla bu yadigarı. Yadigar qiymətsiz olsa da əgər, qədir bilən üçün dünyaya dəyər. Boradigahlıların zəngin mətbəx ənənəsi, nəsildən nəsilə ağbirçək xeyir duası, ağbirçək məsləhəti ilə ötürülür. Hər hansı bir xeyir işdə qız gəlinlər, nəvə nəticələr ağbirçək ətrafına yığışır. Ağbirçək sözü, ağbirçək öyüdü ən qiymətli cehizdən qiymətli olur deyirlər. Ağzı bayatılı ağbirçək sözündən sonra süfrəni necə bəzəmək, hansı neməti od üstündə necə bişirib hala gətirmək qayda qanununu qız gəlinlərə öyrədirdilər. Sonra da deyirdilər, bunu mənə ulu nənəm öyrədib. Mən də sizə öyrədirəm ki, siz də nəvələrinizə öyrədəsiniz. Bax beləcə, qız gəlinlər süfrə bəzəyi olan bu nemətləri bugün də yaşadırlar. İndi belə verirsən. Gəl qoy, hə. Deyəsən, kim gətirir? Mənə verəcəksən, bu pişsin. Pişsin, mənə verəcəksən. Bu pişsin. Bu ayıb. Bu pişsin. Şöyle bakalım.
əsrin əvvəllərində Oraca qəsəbəsi Lənkəran qəzasının tərkibində olmuşdur. İlk dəfə 1910-cu ildə 3-5 çarpayılıq Oraca qəsəbəsində xəstəxana açılmışdır. Bu xəstəxanada 2 feşil, bir mama olmuşdur. Bunlar əsasən gəlmələrdən təşkil olunmuşdular. Son 30-40-cı illərdə Oraca qəsəbəsində yerli tibbi işçilər və yerli həkimlər çalışmağa başlamışdılar. 60-cı illərdən etibarən Oracada müstəqil uşaq xəstəxanası və böyüklərə məxsus böyük qəsəbə xəstəxanası olmuşdur. Müasir dövrdə Oracada böyük sağlamlıq mərkəzi açılmışdır. Bu sağlamlıq mərkəzində hər iki xəstəxana birləşmiş şəkildə fəaliyyət göstərir. Bu sağlamlıq mərkəzində əvvəlki illərə nisbətən böyük tibbi avadanlıqla təsis olunmuşdur. Qabaqki illərə nisbətən uşaq ölümü xeyli azalmışdır. Çünki bu illərdə Oraca qəsəbə uşaq xəstəxanasında çox keyfiyyətli, yüksək dərəcədə biliyə malik uşaq həkimləri, təmiz uşaq həkimləri çalışmışlar. Oradigahlılar tarixən torpağa, təsərrüfata bağlı insanlardır. Minbir insan zəhməti ilə ərsəyə gələn taxılçılıq bostan bitkiləri, maldarlıq məhsulları, nəticədə məhsul bolluğu yaratmaqla elə həmin insanın özünə başucalığı gətirir. Bugün təsərrüfatda yeni iqtisadi formaları tətbiq edən insanlar özlərinin müstəqil təsərrüfatlarını yaratmaqla məhsul və ərzaq bolluğu yaradırlar.